Azərçıq Açıq Səhmdar Cəmiyyəti regionların elektrik təsərrüfatının yenilənməsi məqsədi ilə quruculuq və əsaslı təmir bərpa işlərinə davam edir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən İmişli və Beyləqan rayonlarının bir sıra ərazilərində köhnəlmiş elektrik təsərrüfatı yenisi ilə əvəz olunur. İmişlinin Oruclu kəndində işlər tam yekunlaşıb. Yenidən qurma nəticəsində kənddə 7 kompleks transformator məntəqəsi quraşdırılıb. 0,4 və 10 kilovoltluq yeni dayaqlar əkilib, müasir elektrik xəttləri çəkilir. Bugün biz işıqdan normal istifadə edirik, yəni tam olaraq istifadə edirik. Buna görə də mən ölkə rəhbəri Cənab Prezidentə və birinci xanım vitse-prezident Mehriban xanıma təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, bizi də diqqətdən kənarda qoymayıblar. Dövlətimizin rəhbəri Cənab Prezident Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Birinci xanım Mehriban xanım Əliyevəyə böyük təşəkkürümüzü bildiririk ki, bu xalqı nəzərə alırlar, bu milləti nəzərə alırlar. Bizim enerji ilə təmin olunmasında böyük köməklər göstərirlər. Xubiyarlı kəndinin elektrik təsərrüfatı da yenidən qurulur. Transformatorlar dəyişilir, işıqlar, dirəklər dəyişilir. Hamısı problemlər oradan qaldırılır. Ölkənin başçısı Cənab Prezidentə minnətdarlığımı bildirirəm. Bugünkü gün bizim bu kəndin qayğısına qalırlar. Beyləqan rayonunun 4 kəndində Aşağı Çəmənli, Aşıqalılar, Qaradağlı və Yuxarı Çəmənli kəndlərində yenidən qurma işləri hazırda davam edir. Bizim ərazimizdə də elektrik təsərrüfatı infrastrukturu tamamilə yenidən qurulur. Kabel xətləri çəkilir. Bu o demək ki, yəni biz davamlı olaraq elektrik enerjisi ilə təmin olunacağıq. Yeni dirəklər bastırılır, kabelləşmə gedir. Bu da bizim gələcəkdə həyat şəraitimizi çox müsbət rol oynayacaqdır. Prezidentimizə çox təşəkkür edirik. Qaradağlı kəndində yeni güc mərkəzləri, 5 kompleks transformator məntəqəsi quraşdırılıb. 10 kilovoltluq yeni metal dayaqlar əkilib, açıq xəttlər özünü daşıyan izolyasiyalı naqillərlə əvəz olunub. Həmçinin 0,4 kilovoltluq dayaqlar və xəttlər də yenilənib. Ölkə Prezidenti İlham Əliyevə böyük minnətdarlıq edirik. Bizim indi kənd kabelləşmə gedir, başa çatmaq üzrədir. Bu artıq çox bir rahatçılıq yaranır. Allah Prezidentimizin canını sağ eləsin, ömrünü uzun eləsin, bu xalqa, bu cəmaata bu cür gözəl xidmət göstərir. Hazırda İmişli və Beyləqan daxil olmaqla Aran Rətsinin xidmət ərazisində yerləşən rayonlar üzrə 14 kənd və qəsəbənin elektrik təsərrüfatı yenidən qurulur. Bu kəndlər Beyləqan rayonunun Yuxarı Çəmənli, Aşağı Çəmənli, Aşqallar kəndləridir. İmişli rayonunun Xubiyarlı kəndi, Zərdab rayonunun Gödək Qobu və Bıçaqçı kəndidir. Ağcabədi rayonunun Hindaq qəsəbəsi, Minaxorlu və Qaravəlli və bir də Ağcabədi şəhərinin digər hissəsini təşkil edən Çörək-Zavod hava xəttidir. İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən Azərçıq Açıq Səhmdar Cəmiyyəti ölkənin digər regionlarında, eləcə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidən qurma və əsaslı təmir işlərini davam etdirir.